Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə ba'd. Həmişəki kimi hər şeydən öncə həmd olsun aləmlərin Rəbb olan Allaha və Allahın salamı olsun bütün peyğəmbərlərə, onların sonuncusu olan Muhammedə sallallahu aleyhi və səlləmə. Bu günləri Allahın izi ilə, gücü və qüvvəti ilə həddindən artıq mühüm bir mövzunu inşallah götürəcəyik. Mövzumuzun ünvanı Allah ilə qullar arasında, Allah ilə bəndələr arasında vasitəyə ehtiyac varmı? Xüsusən də dua edərkən. Təkrar edirəm. Allah ilə qullar arasında hər hansı bir bəndə, hər hansı bir qul dua edərkən istənilən bir vasitəyə ehtiyac varmı? Şübhəsiz ki, bəhsimiz Allahın izi ilə Quran-ı Kərimdən olacaq. Mən bir neçə ayət oxuyacağam. Hansı ki, bu ayətlərdən hamısında siz də görəcəksiniz, bizim mövzumuzla bağlılığı var. Bu ayətlərin hamısında bizim mövzumuzun bağlılığı var. Əslində bir neçə ayəti seçmişəm. Amma Quran-ı Kərimdə bu ayətlərdən onlarlandır. Siz deməyin, Peyğəmbərimizin vaxtında, sallallahu aleyhi ve sellem vaxtında insanlar gəlirdilər, sahabələr, müsəlmanlar və qeyri-müsəlmanlar, hətta yahudilər, nasranilər gəlirdilər Peyğəmbərə sallallahu aleyhi ve sellemə müxtəlif suallar verirdilər. Sualların da cavablarını Allah subhanahu wa ta'ala Peyğəmbərə sallallahu aleyhi ve sellemə xəbər verirdi. Peyğəmbər də sallallahu aleyhi ve sellem cavablandırırdı. Bir dənə bu mərhələni, bu prosesi bir dənə gözümüzün qabağına getirək. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sağdır. Sahabələr, dedik ki, müsəlmanlar və qeyri-müsəlmanlar. Kimlərsə gəlir Allah Nəbisi sallallahu aleyhi ve sellem yanına suallar verirlər. İstənilən məsələlər haqqında. Allah da Peyğəmbərə sallallahu aleyhi ve sellemə vəhi nazil edir. Bu vəhini, hansı ki nazil olunan vəhini Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o insanlara çatdırır. Bura kimi məfhumdur, düzdür. Ümid edirəm ki, bura kimi fikrimi çatdıra bildim. Həmin bu ayətlərə sual ayətlər deyirlər. Sual ayətləri. İndi bir neçəsini sizə oxuyacağım inşallah. Bizə lazım olan hansı ki mövzu, siz də eşidəcəksiniz Allahın izni ilə. Diqqətli olun, barakallahu fikum. Birinci ayədə Allah subhanahu teala Ənfəl surəsinin birinci ayəsində. Mən oxuyub ayətlər tərcümə eləməyəcəm. Sadəcə olaraq oxuyub tərcümə etməməkdə də məqsədlərimdən biri budur ki, yəni fikirlərimiz qarışmasın. Fikirlərimizin hamısı yönəlsin hara? Bizə lazım olan mövzu. O mövzunu da siz eşidəcəksiniz. Ənfəl surəsinin birinci ayəsində Allah subhanahu teala buyurur ki, Yəsəlunəkə anil ənfəl. Səndən qənimətlər haqqında soruşurlar. Gəldilər, soruşurlar, düzdür, Peyğəmbərdən sallallahu aleyhi ve sellemdən. Allah subhanahu wa ta'ala cavabında buyurur ki, qul, de ki, bax, bura lazımdır bizə. Bəhsimiz budur. Sualların cavabında qul var, yəni de ki, yəni Azərbaycanda. De ey Muhammed sallallahu aleyhi ve sellem insanlara bunun cavabını. Gəlib səndən ənfal haqqında soruşdular, qənimətlər haqqında. De ki, ənfal Allaha və Rasuluna məxsusdur. Yəni, qənimətlər Allaha və Rasuluna məxsusdur. Bilirsiniz, Ənfal surəsi Quran-ı Kərimdə Tövbə surəsindən sonra gələn surələrdən bir surədir. Birinci ayədə eşitdik nədir? Soruşuldu, cavab nə gəldi? De var. İkinci ayət oxuyuram. Allah-u Teala buyurur ki, Yəsəlunəkə anir ruh. Səndən ruh haqqında soruşurlar. Gəldi cəmaat, başqa insanlar ruh haqqında soruşdular. Allah da Peyğəmbərə sallallahu aleyhi ve sellemə cavab olaraq dedi ki, qul. Neçə oldu? 2. Hər ayətdə sual ayətlərində nə var? De var. Yəni, bu gündəmdə də olan bir şeydir. Misal üçün, kimsə kimdən soruşur. Deyirəm ki, misal üçün, kimsə mənim haqqımda soruşur. Başqa bir qardaş deyir ki, de ki, filan kəsə, Amid qardaş, filan məsələlər. Fikrimi çatdıra bilirəm də. Bu ayətlər də bu cür nədir? Soruşulur, cavabında nədir? Qul var. De var. Üçüncü ayətdə Allah subhanahu teala buyurur ki, Yəsəlunəkə anil cəbəl. Səndən dağlar haqqında soruşurlar. Qul, de ki. Ayətlər dedi ki, nədir? Tərcümə eləməyəcək. Çünki nə görə? Bizə lazım olan yerlərə diqqətimizi cəlb eləyək. 3 ayə oxumuşuq indiyənə kimi. Üçündə nə var? De var. 4-cü ayət oxuyuruq. Yəsəlunəkə anis sə'ə. Əyyənə mursəhə. Səndən qiyamət günü haqqında soruşurlar. Ahirət günü haqqında. Cavabında nə var? Qul, de ki. Neçə oldu? 4.
5-ci ayəti oxuyuram. Allah Subhanahu taala yenə buyurur: "Yes'alunaka anil ahilla." Səndən həcc ayları haqqında soruşurlar. Qul, de ki. Fikir verirsiniz sual ayətlərinə. İstənilən sual ayətini oxuyun. Hamısının cavabını görəcəksiniz. B var. Quran-ı Kərimdə Fatihə surəsindən Nas surəsinə kimi kimsə istəsə axsın, baxsın. İstənilən sual ayətində. Hətta Bəqara surəsində səhv eləməmsə 6-7 yerdə keçir. Tək Bəqara surəsində. Və Quran-ı Kərimə baxanda bir neçə yerlərdə bu cür suallar gəlir. 5 dənə ayət kifayət edir, düzdür? Yaxşı. Biz dedik ki, mövzumuz necə idi? Allah ilə qullar arasında, bəndələr arasında dua edərkən vasitəyə ehtiyac varmı? Dua edərkən vasitəyə ehtiyac varmı? Siz birdən soruşarsınız ki, bunun bu mövzularla nə əlaqəsi var? Siz deməyin, bunun əlaqəsi var imiş. Quran-ı Kərimdə bilirsiniz, Quran-ı Kərim 6666 ayətdən ibarətdir. Yəni, bir qism alimlər deyirlər ki, 6666, bir qism alimlər deyirlər ki, 6632 ayət. O alimlər ki, Bismillahirrahmanirrahim də ayətlərdən, surələrdən hesab edirlərsə, bunların sayılarına görə nədir? 6632-dən çoxalır. Bəzi alimlər Bismillahirrahmanirrahim surələrdən görmürlər. Mövzumuz bu deyil. Quran-ı Kərimdə 6000-dən çox ayət var. Quran-ı Kərimdə 6000-dən çox nədir? Ayət var. 114 surədir. Quran-ı Kərimdə bir dənə yerdə Əl-Bəqara surəsinin 186-cı ayəsində bir dənə yerdə cəmi sual ayəti var. Sual ayəti oxuyacağım indi inşallah. Elə bəhsimiz onun üzərindədir. Orada nədir? Allah Subhanahu Teala qul kəlməsindən, de kəlməsindən istifadə eləmir. İndi gəlin görək ki, bunun sirri nədir? Necə oldu bayaqki sualların hamısında de var idi, düzdür? Ayəti oxuyaq. O zaman Rəbbimiz yenə buyurur ki: "Və izə səələkə ibadi anni." Bura fikir verin. Qullarım, Allah buyurur Subhanahu Teala, qullarım məni səndən soruşurlar. Sualdır, sual deyil. Sizcə bayaqki ayətlərlə bu ayət arasında fərq varmı? Hamısında sual ayətidir, düzdür? Bəziləri dağlar haqqında, bəziləri qənimətlər haqqında, bəziləri həcc ayları haqqında, digər suallar, müxtəlif suallar. Bir dəfə də siz deməyin, insanlardan bəziləri gəlib Allahı soruşublar Muhammeddən sallallahu aleyhi ve sellemdən. Sualdır, sual deyil. وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي. Baxın, qullarım məni səndən soruşurlar, فَاِنِّ qarib. Mən onlara yaxınam. İndi asılaması gələcək. Sizdə niyə görə burada qul yoxdur? Yaxşı, bu cümləni, Quran-ı Kərimdə olan bu cümləni götürürük. Yəni, ayət olaraq yox. Şübhəsiz ki, bu cümlədə elhamdülillah səmi'nə və ata'nə eşitdik və itaat etdik. Elə bu cümlədə qalır. Allah subhanahu teala bu cümlə nazil edir. Qrammatik ərəb dili qaydasına görə. Bu cümləni götürürük, kənarda yazırıq lövhədə. Yazırıq ki, وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي. Qullarım məni səndən soruşur. Yaza bilərik rahat şəkildə orada ki, قُلْ فَاِنِّ qarib. De ki, mən onlara yaxınam. Heç bir dəyişiklik olmur. Nə ərəb dili qrammatikasında, nə bəlağatda, heç bir şəkildə. Yəni, istərsə e'rab qaydasında, təhlil qaydasında. Bilirsiniz, ərəb dilinin nə qədər incəlikləri var. Yaxşı, götürsək, yazsaq ki, وَاِذَا سَأَلَكَ عِبَادِ عَنِّي قُلْ فَاِنِّ qarib. De ki, mən onlara yaxınam. Cümlə sahih cümlədir. Yəni, doğru cümlədir. Ərəb dili qrammatikasına görə. Yaxşı, niyə görə burada qul gəlmədi? Nəymiş burada incə məqam? Siz deməyin elə bu məqam imiş ki, Muhammeddən sallallahu aleyhi ve sellemdən Allah haqqında soruşanda Allah subhanahu wa ta'ala Muhammedi sallallahu aleyhi ve sellem, hansı ki əşrafun nəs idi, insanların ən şərəflisi idi, a'ləmun nəs idi, ətqan nəs idi sallallahu aleyhi ve sellem, insanların ən biliklisi, ən təqvalısı. Allah Muhammedi sallallahu aleyhi ve sellemi özü ilə qullar arasına salmır. Fikrimi çatdıra bilirəm. Demədi ki, qul fəinni, demədi ki, de ki, ey Muhammed, mən onlara yaxınam. Yox. Qullarım məni səndən soruşur, mən onlara yaxınam. Fikrimi çatdıra bildim. Ümid edirəm ki, hamı izah eləyə bilər bu məsələni. Yəni, təzdən. Qullarım məni səndən soruşurlar, orada de ki, yoxdur. Bayaqki ayətlərin hamısında de var idi, düzdür? Burada ona görə yoxdur ki, necə ki, elm əhli, təfsirçilər, təfsir alimlər buyururlar ki, ona görə yoxdur ki, nədir? Hətta Allah subhanahu teala Peyğəmbəri sallallahu aleyhi ve selləmi, yəni özü ilə insanlar arasında vasitəyə ehtiyac yoxdur. Vasitəsi salmır. Sallallahu aleyhi ve sellem. Demədi ki, de ki, mən onlara yaxınım.
Və izə səələkə ibadi anni fə inni qarib. Yəni, mübaşərətən, dərhal. Bu cümlə bitən kimi qullarım məni səndən soruşurlar, mən onlara yaxınam. Ayətin sonuna fikir verin. Ucibu dəvətə da'i izə da'an. Subhanallah. Mənə yalvaranın yalvardığı zaman duasına cavab qaytararam. Yalvardığı vaxt. Orada yerlər də təyin olunmadı, düzdür? Harası getməyə ehtiyac yoxdur. Yalvardığı vaxt istənilən yerdə Allah Subhanahu taala duasına cavab qaytarır. Bu vaxtda inşallah danışacağıq. Bu birinci məsələ. Biz öyrəndik ki, ayətlərlə, sual ayətlərində hamısında qul var imiş, düzdür? Yeganə bir ayət var imiş ki, Quran-ı Kərimdə Əl-Bəqara surəsi 186-cı ayə. Bu ayətdə nədir? Qul kəlməsi yox imiş, yəni de kəlməsi yox imiş. Səbəbini də öyrəndik. Bununla bağlı bir neçə məsələləri inşallah götürəcəyik. Yəni bu ayətlə və dua məsələsi ilə. Ən birinci məsələ. Siz bilirsiniz, həc vaxtı, ümrə vaxtı Allah-u Teala bütün müsəlmanlara nəsib etsin. Gedənlərə təkrar getməyi, getməyənlərə Allah nəsib eləsin. Allahın evini ziyarət etməyi. Bir də o məqamı gözünüzün qabağına getirin. Xüsusən də Arafa dağını. Həccə gedənlər görüblər, düzdür? Arafa dağında minlərlə deyək, yoxsa yüzlərlə, yoxsa milyonlarla? Milyonlarla insanlar olur. Olur yoxsa yox? Milyonlarla. Bir də bu oradakı o prosesi gözünüzün qabağına getirin. Şərt deyil ki, ordulaq. Məkkədə dağ var, Arafa dağı. Həcc vaxtı insanlar nədir? O dağa çıxırlar. Əsr namazı ilə məğrib namazı arasında insanlar Allaha dua edir. Bir gündə, Arafa günü. Orada fikir verin. Millətlər müxtəlifdir. Olanlar görüblər. Allah bizlərə nəsib etsin. Olanlar görüblər. Millətlər nədir? Müxtəlifdir. Azərbaycanlı, Rus, İngilis, Ərəb. İstənilən şəkildə, istənilən formada, yəni müsəlmanlar. Bir, dillər müxtəlifdir. Yəni biri, ham orada ərəb dilini danışır. Hərənin öz dili var da, düzü. Dillərdir, yəni biri Rus dilində danışır, biri Azərbaycan dilində danışır, biri Türk dilində danışır. Dillər də müxtəlifdir. Üçüncüsü nədir? Yaxşı, istəklər nə cür? Ham bir şey istəyir orada. İstəklər də müxtəlifdir, öyle deyil mi? Yəni, özün məqsədim var bunları saymaqda. Diqqətli olaq, barakallahu fikum. İstəklər də müxtəlifdir. Dedik ki, millətlər müxtəlif. Dillər müxtəlif. Nədir? İstəklər də müxtəlif. Yaxşı, bu duanlı cəmaat orada qışqıra-qışqıra, yoxsa ürəkləndirir. Ürəkləndirirlər, düzdür? Neçə oldu? 4. Cavab verən necə olur? Cavab verən. Tək olan Allah. Subhanahu wa ta'ala. Bir anda o cürlə minlərlə, milyonlarla insanın duasına cavab qaytarmaq, bu ancaq Allaha yaraşır, Subhanahu wa ta'ala. La ilahe illallah. Bunu Allahdan gerisini sərf etmək müsibət. Bəladır var, vallahi ki. Fikrimi çatıra bilirəm. Bu cürlə mərhələlərdə bir anda eşidirsiniz, görürsünüz ki, həcdən qaydında, ümrədən qaydında necə deyirlər? Deyirlər ki, elə bir şey olmadı ki, nöqtəsinə kim deyirlər? Elə bir şey olmadı ki, Allahdan istəyim, orada Allah mənə verməz. Elə deyil. Onların hamısını bir anda eşidən, hamısına bütün o dillərdə istəklər, biri salih zövcə istəyir, biri evlad istəyir, biri maşın istəyir, biri ev istəyir. Allahu akbar. Milyonlarla istəklər var. La ilahe illallah. Bu elə la ilahe illallahın özüdür. Siz deməyin, bu Allahın tazimiymiş, Subhanahu teala. Bu elə la ilahe illallahın özüymüş. La mə'budə bi haqqin illallah. Allahdan başqa ibadətə layiq olan haqqı ilə məbud yoxdur. İkinci məsələ, barakallahu fikum. Biz danışmırıq, o insanlar salih insanlardır. Onlar, yəni hansı ki Allahdan qeyrilərinə dualar olunur və yaxud saydıqlarım Allahdan qeyrilərinə yönəlir. Fikir versəydiniz, Allahu akbar. Biz demirik ki, o insanlar eşidirlər qəbirlərdə, eşitmirlər. Bu başqa mövzudur. Bunun müstəqil bəhsi var. Mövzumuz o deyil. Biz demirik ki, o insanlar salihdirlər, salih deyirlər. Bunlar başqa mövzulardır. Yəni, bayaq saydıqlarım bir anda hansısa məxluqa olunsa, onlar bacararlar. Bacararlar o cavabları qaytarmağı. Eşidirlər, yaxşı. Deyək ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qəbrində eşidir. Sallallahu aleyhi ve sellem. İmamlar qəbirlərində eşidirlər. Sahabələr qəbirlərində eşidirlər. Tutalım ki, onlar bu şeylərə qadirdirlər ki, yəni Arafa dağında bütün bu cəmaatın duasına həm də ürəklərdə olan, onda belə çıxır ki, əstəğfirullah, başqa məxluqlar da Allah kimidir. Məsələn, fikrimi çatdıra bilirəm. Yəni, qəlblərdə olanlar Allahdan başqa kimsə bilirmi?
Onda kimsə desə ki, bilir, onda belə çıxır ki, Muhammed Allah kimidir, hər şey, sallallahu aleyhi ve sellem. Mən özüm bilərəkdə Muhammed sallallahu aleyhi ve sellem misal verir. Çünki Muhammeddən sallallahu aleyhi ve sellemdən oyan yoxdur. Bütün peyğəmbərlərin, bütün yer üzündə olan bəşəriyyətin ən xeyirlisi idi. Sallallahu aleyhi ve sellem. Kaş ki, insanlar Muhammed sanıyaydılar. Allahu akbar. Vallahi, bu günləri əksər insanların, hansı ki, Allahdan qeyrisinə üz tuturlar, uzaqlaşıblar bu yoldan. Hamısının əksəriyyətinin nədir? Muhammedi tanımırlar sallallahu aleyhi ve sellem. Kaş ki, tanıyaydılar. Sallallahu aleyhi ve sellem. Necə yönəltmişdi. Necə gözəl bir insan idi. Necə o ibadətləri edirdi. Allahu akbar. Salavatullah aleyhi ve sellem. Özüm bilərəkdən onu misal verirəm. Yəni, sizcə bu dualara hamısına bir anda Muhammed sallallahu aleyhi ve sellem eşidə bilərdimi? Mən danışmıram, o eşidir, qəbirdə yoxsa eşitmir. Deyək ki, eşidir. Cavab vermək məsələsi var, qardaş. İnsanlar Allahdan evlad istəyirlər. Evlad verməyə Allahdan başqa kimsə qadirdir. İkinci məsələ, daha doğrusu nəyi götürdük? Həcc haqqında misal verdik Arafa günü. İkinci məsələ dedik ki, o insanlar salihdirlər, onlar bizim üçün oranı bəhs eləmirik. Salihdirlər, salih deyirlər. Qəbirlərdə eşidirlər, eşitmirlər. Bəhsimiz onlar deyil də. Üçüncü məsələ. Yaxşı, həmin o salih insanlar, hansı ki insanlar üz tuturlar, Allah kimi dua edirlər, Allah qorusun. Vasitə məsələsinə gələcəm inşallah. Dördüncü məsələdir. Allah kimi üz tuturlar, birbaşa. Deyirlər ki, ya Muhammed sallallahu aleyhi ve sellem, urzuqni, mənə ruzlandır. Ya Ali, məsələn, radiyallahu anh, ey Ali, mənə evlad ver. Ya Umar, məsələn, ey Ömər, ey Abu Bakır, kim olursa olsun, mənə istənilən bir şey ver. Sual, həmin o insanlar, bayaq saydığım insanlar, Muhammed sallallahu aleyhi ve sellem və sahabələr və digər salih insanlar, onlar sağ olarkən, kimə dua eləyirlər? Özləri. Allaha, düzdür. Axı onlar Allaha dua eləyirlər, yəni dünyada olarkən. Biz niyə görə onlar dünyadan dəyişəndən sonra onlara dua edək? Başqa bir məsələ, onlar bizə irşad ediblərmi ki, biz dünyalarımızı dəyişəcəyik? Bilirdilər onlar öləcəklər, yoxsa yox? Bilirdilər. Onlardan bir dənə hədis, bir dənə ayət, bir dənə əsər varmı ki, sahih olan? Desinlər ki, biz dünyamızı dəyişəcəyik, biz dünyamızı dəyişəndən sonra bizə dua eləyərsin. Var elə bir şey. Cavab olaraq xeyr. Sonra nədir? Dördüncü məsələ, insanlar, həmin o insanlar salih insanlar idi, yoxsa qeyri-salih insanlar idi. Dedik ki, istərsə salih insanlar olsun, istərsə qeyri-salih olsun. Kim olursa olsun, icazəli deyil ki, Allahla yanaşı kiməsə dua olunsun. Bu, Allah subhanahu wa ta'ala bunu kitabında haram edib. Allah bunu nədir? Kitabında haram edib. Bu dördüncü məsələ. Beşinci məsələ nədir? Vasitə məsələsi. 6 yadıma salarsınız, nə olacaq? Biz günahkarıq. Yadıma salarsınız. Vasitə məsələsi. Yəni, bir dənə ayət istəyirəm Quran-ı Kərimdən. Və yaxud bir dənə Muhammedin sallallahu aleyhi ve sellemin hədislərindən sahih hədis istəyirəm. Bir dənə sahih hədis, bir dənə ayət. İstəyirəm ki, gətirsinlər, desinlər ki, bu işarədir ki, bununla nədir? Biz insanlar Allahla öz aramızda vasitə edirik. Gətirilən ayətlər hamısı biz hansı ayətlərdir? Sizcə hansı ayətlər? Xeyr, əhsəntum. Gətirilən ayətlər, siz demin hamısı peyğəmbərlərin möcüzələri ayətlər imiş. Peyğəmbərlərin möcüzələri. Yusuf aleyhissalamın möcüzəsi, İsa aleyhissalamın möcüzəsi, Musa aleyhissalam cəmiyyən. Onlar o peyğəmbərlərə xas olan möcüzələr idi. Yəni bu insanlar üçün, İsrafil insanlar üçün keçərli məsələlər deyil. Yəni mən açıq şəkildə, sarih olaraq bir ayət istəyirəm ki, Quran-ı Kərimdən icazəli olsun ki, Allah ilə qullar arasında vasitə. Yəni, qullar dua etmək istəyəndə desinlər ki, nədir? Biz bu qulu, filan kəsi özümüzlə Allah arasında vasitə edirik. 5-ci məsələ. 6-cı məsələ necə idi? Günahkar insanlar. Bu günləri surətli şəkildə, Allah qorusun, yəni surətli şəkildə yayılmış şübhələrdən biridir. Bir qrup insanlar deyirlər ki, biz günahkar insanlarıq. Biz günahkar insanlarıq. Biz dualarımızı kiminsə vasitəsilə, nədir?
Allaha edirik. Madam ki biz günahkarıq, günahlarımız olduğu üçün Allaha yaxınlaşa bilmirik. Əhməd, Muhammed, Ali kimsə, bunlar salih insanlardır. Biz dualarımızı onlara deyirik. Onlar da Allaha deyir. Belə bir şübhə var. İndi bunu çözmək lazım bir-bir. Birincisi, kim deyir ki, varmı ki şəriətimizdə, İslam dinində, Allahın kitabında, Muhammedin sallallahu aleyhi ve sellem sünnəsində və sahabələrin həyatında varmı ki elə bir ayə, varmı ki elə bir hədis, elə bir əsər, insanlar günahkar olanda Allahdan istəməsinlər. Bunun əksi olaraq Allah günahkarları özünə çağırır. Subhanallah. Kaş ki insanlar Kur'an-ı Kerim biləyirlər. Yəni, bu sözümə görə qınamayın. Demək ki, insanlar bilmirlər. Həqiqətən bilmirlər. Kaş ki insanlar Allahın kitabının nə cür əzəmətli olduğunu biləyirlər. Və Allahın qullarından tələbini biləyirlər. Vallahi günah məqamlarında ya ibadi, Allah belə xitab edir. Bir var ibadi, ibadi. Hə? Bir də var ya ibadi. Məl farq beynəhumə? Yəni, nədir onların arasında fərq? İkisində də çağırış yoxdur. İkisində də çağırış var. Lakin birində şəfqətli çağırış var. Bura fikir verin. İkisində də çağırış var. İbadi, ibadi. Hə? Qullarım, qullarım. Ya ibadi. Ey mənim qullarım. Allah subhanahu wa ta'ala özünə nisbət edir o günahkar qulları. Allahu akbar. Günahkar qulları Allah özünün qulları olduğuna nisbət edir. Ey mənim qullarım nədir? Allahdan ümidinizi üzməyin. Allah subhanahu wa ta'ala nədir? Bütün günahları bağışlayır. İnnallaha yaghfiru zunuba cemi'an. Allah bütün günahları bağışlayır. İndi bu şübhə, yəni belə deyək də, kökündən səhvdir yoxsa doğrudur? Kökündən səhvdir. Siz deməyin, əksinə Allah günahkar insanları özünə çağırır ki, mənə dua edin. Məndən istəyin, Allahın rəhmətindən ümidinizi üzməyin. Neçə ayətlər var. O insanlar nə deyirlər? Deyirlər ki, yox. Biz günahkar insanlarıq. Kimlərəsə deməliyik, kimlərsə də Allaha deməlidir. Subhanallah. Yəni, nə cür baş verir bu yaxşı? Bu şeylər nə cür nə baş verir? Şübhəsiz ki, bunların hamısı nədir? Cahillikdir, Allah qorusun. Cahillikdir. Dedi ki, insanlar deyir ki, biz günahkarıq. Bizim günahımız olduğu üçün Allah bizdən eşitmir. Biz filan kəsə deyirik. Filan kəsə bizim əvəzimizə Allaha deyir. Bayaq kimi dedik, misal verəcəyik? Yüksək olan, ən yüksək Muhammed sallallahu aleyhi ve sellem. Bilərəkdən. Yəni, biz günahkar insanlarıq. Biz dua edirik ki, ey Muhammed sallallahu aleyhi ve sellem, bizim üçün Allaha dinə. İcazəli deyil. Haramdır, haram. Yəni, şəriətlə haramdır bu cürünə. Bu cürünə etmək şəriətlə haramdır. Allah haram edib. Muhammed haram edib sallallahu aleyhi ve sellem. Bütün şəriətin naslarına baxanda, bütün şəriətin dəlillərinə baxanda görür ki, nədir? Haramdır bu cürünə etmək. Bu cürünə etmək nədir? Haramdır. Yaxşı, nə misallar verirlər? Nə cürünə eşidirsiniz? Daha doğrusu, nə cürünə eşidirik? Deyirlər ki, sənin hansısa bir yerdə işin var, hansısa bir zavodda, fabrikda, hansısa bir müəssisədə. Orada o iş üçün səndə alınmır. Sən ora belə deyək də, birbaşa gedə bilmirsən. Sənin müdürlə qohumluğun yoxdur. Sənin müdürlə tanışlığın yoxdur. Kiminsə dostu müdürlə yaxşıdır, arası yaxşıdır. Gəl sən get falan kəsin yanına, müdürə denə, müdür sənin işini həll edəcək. Fikir versin, subhanallah, təşbihə fikir verin, Allah'a haqq var. Təşbih, dəhşət. Oxşatmaya, bənzətməyə fikir versiniz. Müdür sənin işini həll edəcək. Deyək ki, sən belə təsəvvür elə ki, sən bir yerdə işin var, düzəlmir. Sənin də müdürlə aran yoxdur, filan kəsin arası var, o sənin araba girir, neynir? Vasitəsilə eləyir, işi düzəldir. Təşbihdir, düzdür. Zahirində əslində düzdür. Subhanallah. Subhanallah. Yəni, misalı gücləndirmək üçün, daha doğrusu misalını gücləndirmək üçün deyir ki, necə ki bizim günahlarımız çoxdur. Biz bacarmırıq dua eləməyə. Allahla öz aramızda kimisə salırıq, Muhammed sallallahu aleyhi ve sellem'i. Beləcə də misal verirəm sənə. Bizim bir işimiz düzəlmir. Çünki müdürlə bizim aramız yaxşı deyil.
Müdür üçün nədir? Müdürlə bizim aramıza girən birisini tapmalıyıq. Cavab olaraq deyirik ki, subhanallah. Heç Allahla məxluq müqayisə olunandırmı? Allah haqqında müdür, qardaş. Allah yerlərin və göylərin sahibidir. La ilahe illallah. Allah yerlərin və göylərin sahibidir. Sən kimlə kimi Allah haqqı var. Sən məxluq, o məxluq ki, həddindən artıq zəifdir. Həddindən artıq zəif bir məxluqu Allahla müqayisə edirsən. Mənim sənə dediklərim ayətlərdir, qardaş. Mənim sənə dediklərim hədislərdir. Mənim sənə tanıtmaq istədiyim Allahdır subhanahu wa ta'ala. O Allah ki, yerlərin və göylərin sahibidir. Baxın Allahın məxluqlarına, Allahı tanımaq üçün ən yaxşı yollardan nədir? Kimsə desə ki, mən Rəbbimi tanımaq istəyirəm, biz ona nə deyəcəyik? Deyəcəyik ki, Allahın məxluqlarına bax. Allahın məxluqları ilə Allahı tanıyacaqsınız. Mən sizə bir neçə misal verəcəm. Hətta Rəbbimizi tanıyaq. Ola bilsin ki, Allahdan dilərəm ki, bu dərsi kimsə dinləsə, o görsün ki, Rəbbimiz nə qədər əzəmətlidir. Həqiqətən bəzi insanlara Allah gizlədilir. Allah haqqında məlumat verilmir, subhanallah. Qardaş, insanları Allaha dəvət elə. Allahın böyüklüyünə. Sən müdürü, nə bilim, məktəb direktorunu, iş direktoru, bunlar niyə görə salmışsan ortaya, subhanallah? Bunlar haram əməllərdir. Mövzumuza qayıdıram. Mövzumuz nə idi? Kimsə soruşsa ki, Allahı nə cürə tanıyaq? Deyəcək ki, Allahın məxluqları ilə. Mən sizə bəzi məxluqlardan danışacağam. Özüm bilərəkdən əzəmətli məxluqlardan. Əslində, kiçik məxluqlardan misal vermək. Kiçik məxluqlardan da misal vermək olar. Bu cürə icazəlidir. Niyə görə icazəlidir? Nə kiçiyi, nə böyüyü. Heç kim qadir deyil yaratmağa. Allahdan başqa. Bilirsiniz, Cəbrail aleyhissalam eşitmişsiniz. Vəhiy mələyi. Bilirsiniz, Allah subhanahu ta'ala onun özünə böyük xalq edib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah Cəbraili aleyhissalamı 600 qənətli xalq edib. Cəbrail aleyhissalamın 600 qənəti var. 600 qənət. Çox əzəmətli bir məxluqdur. Allahu akbar. Rasul sallallahu aleyhi ve sellem buyurur ki, özünün qiyafəsində 2 dəfə görmüşəm. Allah Resulü Nəbi sallallahu aleyhi ve sellem 2 dəfə Cəbraili özünün qiyafəsində görüb. Nə cür görmüşdü? Bütün qənədlərini açmışdı. Deyir ki, bir dənə qənəd açmış deyir. Subhanallah. Bizim üstümüzdə bir örtülü yer var, düzdür? Örtülü yer olduğu üçün biz görmürük göyü. Düşünün ki, insan dayanıb, Muhammed belə deyir sallallahu aleyhi ve sellem. Deyir ki, dayanmışdın deyir. Cəbraili görürdüm deyir. Cəbraili görmüşəm 2 dəfə. Deyir ki, üfüqün deyir, harasına baxırdım və onu görürdüm deyir. Allahu akbar. Hara baxırdım, sağ, sol, hara başımı fırladım, onu görürdüm. Subhanallah. Məxluqun əzəmətinə fikir verirsiniz. Yəni, əzəmətli bir məxluqdur. 600 qənətli böyük bir məxluq. Bütün göy səmasını tutmuşdu. Aleyhisselam. Bir qənədi açıq idi. Sual. Əgər məxluq bu özünü əzəmətlidirsə, bəs xaliq nə cür? Allahu akbar. Biz indi xaliqi hansısa bir müdürlə müqayisə eləyirik. Allahu akbar. Subhanallah. Bu zülümdür, zülüm. Həqiqətən bu zülümdür. Tam fikirlərimi çatıra bilirəm. Yəni, dünyanın harasına gedirsə gedək, buludlarda, göy səmasında bir naqislik tapa bilərik. Ümumiyyətlə, Allahın yaratdıqlarında naqislik tapma olar. Mümkün deyil. Amma istənilən məxluq, orada naqisliklər var. Nə cür nə olursa olsun. Hara gediriksə gedək, göyləri görürük. Göy səmasını. Ulduzlar, günəş, ay, Allahu akbar. Nə cür nə əzəmətli məxluqlardır. Bilirsiniz, göy səmasında olan məsafələri, hərəsinin arasında nə qədər məsafə var? Kim bilir? 500 illik müddət. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, birinci qat. İkinci qata görə bir dənə deyir, səhrada halqat deyir. Birinci qat, ikinci qata görə bir dənə halqat deyir. Bir qəpik qədər, bir üzük qədər. Deyir ki, 1 ilə 2, birinci qat, ikinci qat, üçüncü qata görə 2 dənə halqat. Getdikcə genişlənir. Göyə qalxdıqca böyüyür. 1 ilə 2, 3, 4-ə görə 3 dənə halqadır. Getdikcə balacalaşır. Yəni 1 ilə 2 balacalaşır, amma
Göylər nə edir? Böyür. Hara kimi sizcə? 7-ci qata kimi. 7-ci qatın sonunda nə var? Yox. Dəniz var, dəniz, subhanallah. Və kənə arşuhu aləl-mə. Allah subhanətə deyir ki, onun ərşi suyun üzərindəydi. Yaxşı, suyun məsafəsi, dənizin məsafəsi nə qədərdir? 500 illik müddət. Allahu akbar, la ilahe illallah. Allah əzəmətlidir, Allahu akbar. Yəni insanlar nə cür Allahdan uzaq düşürlər? Nə cür ola bilər ki, insanlar Allahdan uzaq düşürlər, subhanallah. Heç bizə yaraşarmı ki, biz deyək ki, biz günahkar insanlarıq? Elə günahkar olduğumuz üçün Allahı tanımalıyıq da. Günahkar olduğumuz üçün Allahdan istəməliyik də. Günahkar olduğumuz üçün Allaha deməli ki, Allahım, sən əzəmətlisən, biz zəif, acizik, bizi bağışla. Dəniz var, dəniz. Baxın, istənilən bir su, çay. Kimsə belə töksə göydə dayanar bu. Suyu göydə saxlama olar, stakandan tökülənir. Bəs Allah dənizi nə cür saxlayıb orada? Çünki o Allahdır, ona görə. Subhanahu wa ta'ala. Subhanahu wa ta'ala. Sonra Allahın ərşi. Sonra Allahın kursisi. Kursinin böyüklüyü haqqında məlumatınız var? Nə boyda? Bilirsiniz, bildiyin, hər gün oxuduğunuz ayətlərdir. Ayətin içərisində var. Allah buyurur ki, Subhanahu wa ta'ala, وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضِ. Kürsüsü yerləri və göyləri əhatə edir. Allahu akbar. Kürsüsü yerləri və göyləri əhatə edir. Fikrini çatdıra bilən bu məxluqları bilən gözümüzün qabağına gətirə bilirik. Bunlar hansı məxluqlardır? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ərşi daşıyan Allahın ərşini 8 mələk var. Onların birinin qulaqları ilə çiyinləri arasında olan məsafə quş surəti ilə 700 illik məsafədir. Quş uçarsa 700 il, qulağı ilə nədir? Çiyini arasında olan məsafədir. 8 mələk. Əzəmətli mələklərdir, Allahu akbar. Əzəmətli mələklər. Bu cürə böyük məxluqlar. Bütün məxluqat hamı Allaha ibadət edir. Bütün məxluqat. İstəsələr də, istəməsələr də. Allah subhanahu teala göylərə və yerlərə əmr edir. Deyir ki, istəsəniz deyir, öz xoşluğunuzla, istəsəniz də məcburi şəkildə, gəlin deyir, əmrimə boyun əyin. Subhanallah, bir dənə bu ayəti fikirləşin. Allah Fussilet surəsində buyurur ki, subhanahu teala, istəsəniz öz xoşluğunuzla, istəsəniz də nədir? Məcburi şəkildə gəlin əmrimə boyun əyin. Onlar nə deyirlər? Deyirlər ki, öz xoşluğumuzla gəldik. Fikir verirsiniz, bütün məxluqat Allaha ibadət edirlər. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, göy səmasında Kəbənin istiqamətində orada da ev var. Kəbə kimi. Yerdə insanların evi, Allahın evi şübhəsiz ki, insanları ziyarət etdiyi yer. Göydə də nədir? Mələklərin ziyarət etdiyi ev. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər gün ora 700 min mələk girir. 70 min, üzr istəyirəm. 70 min, hə? 70 min mələk girir hər gün. O mələklər hər gün davam edirlər. O dünənki mələklər deyirlər, hansı bu oyunda girəcəklər. Xeyr. Onlar gələ bir də çıxmırlar. Fikrimi çatdıra bilirəm. Dünya yaranandan hər gün ora 70 min mələk girir. İbadət üçün. Allahı tazim eləmək üçün. Subhanallah, nə cür Allahı tanıyırlar? Allah bizə də nəsib eləsin. Həqiqətən Allah o insanlara da nəsib eləsin. Vallahi, billahi, tallahi o insanlara şəfqət edirik. Mərhəmət qəlblərimizlə, rəhm qəlblərimizlə onlara şəfqət edirik ki, kaş ki Allahı tanıyaydılar. Mücərrəd olaraq Allahı tanıyan kimi bu söhbətdən heç bir olmayacaq. Siz demin o insanlar Allahı tanımırlar. Allahu akbar. Allah subhanahu teala. Qardaş, mən bayaq dediyim kimi, mən demirəm ki, Həsən, Hüseyin radiyallahu anh, Ali, Peyğəmbər, Əbu Bakr, Ömər. Onlardan danışmıram. Onlar salih insanlar idi, yaxşı insanlar idi, pis insanlar. Estağfurullah. Onlar bizim başımızın tacıdır. Göz bəbəklərimiz olsunlar. Radiyallahu anh. Allah hamısına razı olsun. Allahın salamı olsun Muhammedə sallallahu aleyhi ve sellem. Sadəcə olaraq. İcazəli deyil ki, şəriətlə onlara dua olunsun. İcazəli deyil ki, onlara yönəlsin. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem yenə xəbər verir. Buyurur ki, göy səmasında mələklər var. Allah onları yaradandan, Allah dünyanı yaradandan. Onlar rukuda dayanıblar. Dünya yaradandan onlar rukuda dayanıblar. Bilirsiniz nə deməkdir? Yəni rukuda dayanıblar, heç nələndirlər. İbadətləri ancaq budur. Ruku ibadəti. Fikir versin, subhanallah. Dünya yaranandan. O belə dayanıblar rukuda. Ruku tazim dəstində, Allahı tazim etmək. Burada bizə də bir işarə var. Yəni rukuda dayanmaq əslində insanın qəlbinin təqvasındandır. Çalışmaq lazım ruku, səcdə məsələlərine fikir vermək. Başqa
səmada, başqa göy səmasında mələklər var, digər mələklər. Onlar səcdədə dayanıblar. Dünya yaranandan səcdədə dayanıblar. Digərlərində qiyamda dayanıblar. Qiyamət günü onlar biz nə deyəcəklər? Yəni qiyamət günü Allah dünyanı dağırdanda, o mələklər ibadətlərindən qalxanda, ruhlardan, səcdələrdən. Sizcə onlar nə deyəcəklər? Kim tapar sizcə? Buyurun. Allah'tan bağışlaması. Əhsən, barakallahu fikum. Deyəcəklər ki, Allahım, biz səni layiqincə tərif edə bilmədik. Allahu Akbar. Sənə layiqincə ibadət edə bilmədik. Bunlar dünya yaranandan ruhda dayanan mələklərdir. Dünya yaranandan. Axırda nə deyirlər? Deyirlər ki, Allahım, biz sənə layiqincə ibadət edə bilmədik. Fikir versə, subhanallah. Yəni, bu misalları çəkməkdə məqsəd nə idi? Allahın böyük belə əzəmətli məxluqları var. Yerlərdə və göylərdə nə varsa Allaha ibadət edirlər. Heç yaraşarmı ki, mövzuya qaydıram? Biz müdürü ilə Allahı müqayisə edək. Bu nə dərəcədə doğrudur? İstəklər Allaha olmalı. Dualar Allaha olmalı. Bütün ibadətlər bizim yaradılış qayəmiz budur. Nə qədər ayətlər var? Uzun eləmək istəmirəm. Qısa olaraq. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün xəlq etdim. وَاعْبُدُوا اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا Allaha ibadət edin, ona heç bir şey şərik qoşmayın. Bunlar sözün əsl mənasında Allah korusun. Bu cür etmək nədir? Allaha ortaq qoşmaqdır. Allah korusun. Allaha ortaq qoşmaqdır. Ya buneyyə la tuşrik billah. İnnə şirkə la zulmun azim. Salih Lokman aleyhisselam necə dua edir? Necə oğluna nəsihət edir? Ey oğlum, Allaha ortaq qoşma. Həqiqətən şirk əzəmətli günahdır. Allah korusun. Ona görə barakallahu fikum biz nə edəcəyik həmişə? Dua eləndə təkrar Allaha dua etmək. Arada vasitəyə ehtiyac yoxdur. Arada vasitəyə ehtiyac olmuş olsaydı, bayaq ayətlərdən oxuduq, gördük, elhamdülillah. Allah subhanahu teala Peyğəmbəri sallallahu aleyhi ve sellemə xəbər verərdi. Heç bir kəsin arada vasitəsilə ehtiyac yoxdur. Kim olursa olsun. Kimliyindən asılı olmayaraq. Heç bir kəsin vasitəyə ehtiyac yoxdur. Biz dua etmək istəyəndə əllərimizi qalxırsa Allaha. Heç yerdə getməyə ehtiyac yoxdur. Olduğumuz yerdə. Heç yerə getməyə ehtiyac yoxdur. Olduğumuz yerdə nədir? Allaha dua edəcək. Allahdan dilərəm ki, Allah-u Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah subhanahu teala sözlərimizdə və əməllərimizdə bizi ixlaslı olan qullardan etsin. Barakallahu fikum, əhsənə ileykum. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente, əstəğfiruka və etûbu ileyk. Barakallahu fikum.